İzləyicilərdən gələn ən çox suallardan da biri mühərrik yağlarının saxtalığının necə təyin olunması haqqındadır. Yəni mühərrik yağının saxta olmağını necə təyin etmək olar? Mühərrik yağının saxtalığını, yəni onun tərkibi etibarilə saxtalığını təyin etmək xüsusi laborator şərait olmadan mümkünsüzdür. Yəni bunu yoxlamaq demək olar ki, mənasızdır. Düzdür, bəzi yüngül testlər var, maqnit testi və ya və sair belə yüngül testlər var, amma onlar da əlbəttə ki, dəqiq məlumatlar vermir. Mühərrik yağını dəyişərkən bacardıqca tanış, şəxsi etibar elədiyiniz yağlamaların xidmətindən istifadə etmək lazımdır və yaxud etibarlı mağazalardan bunu təmin etmək lazımdır. Yağ dəyişərkən də əsasən fikir verməli olduğunuz məqam yağın qablaşmasının bütövlüyüdür. Yəni saxtalaşma ən çox bu yağ kanistrlərində olur. Qapaq açılır, ora başqa yağ əlavə olunur və bahanın qiymətinə ucuz satılır. Saxtalaşma ən çox olduğu hal budur. Düzdür, bu bir çox markalarda, yəni bahalı markalarda mümkünsüzdür. Qablaşmanın qorunması üst səviyyədədir. QR kodla, məsələn, Ravenol kimi yağlarda hətta qablaşma bir dəfə istifadə olunandan sonra onun qapağı geri bağlanılmır. Orta segment, orta səviyyəli yağlarda qoruma biraz aşağıdır deyə onların saxtalaşdırılması da rahatdır. Ona görə də bu tip hallarla qarşılaşmamaqdan ötürü ən yaxşısı etibar elədiyiniz, yəni şəxsi inandığınız yağlama mərkəzləri və yaxud mağazalardan mühərrik yağını təmin etməkdir. Fərdlərin saxtalaşdırıldığı yağı təyin etməyin qaydası budur. Yəni qablaşmanın bütövlüyü, sonradan ora hər hansı bir müdaxilənin olmaması. Bir məsələ də var. Məsələn, bahalı yağ brendlərinin ümumilikdə saxtalaşdırılması mümkündür. Yəni bu müəyyən böyük həcmli saxtalaşdırmadır. Bunları da təyin etməyin yolu nədir? Yəni fərdin yox, saxta, el dilində poddelka deyilən yağlar. Yəni bunları da təyin etməyin yolu nədir? Tutalım, məsələn, Ravenol və yaxud Ligumoli və yaxud hər hansı bir yağı aldıqda onun, yəni qablaşmaya əl dəymədən saxtalığını təyin etməyin yolu isə internetdə qısa bir araşdırma edib, həmən firmanın yağının orijinallığı hansı qaydada yoxlanılır, bu müəyyən firmalarda fərqlidir. Rahatlıqla, yəni tapmaq olar, orada QR kodla seriya nömrəsinin üst-üstə düşməyi, qablaşmanın blomunun hansı qaydada olmağı, üzərindəki yazıların, şriftlərin həssaslıq dərəcəsi, bu kimi bir çox şeyləri, yəni internetdə qısa bir araşdırma ilə tutalım saxta şel yağı ilə orijinal şel yağının qablaşmasında olan fərqləri tapıb özünüz də